Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə ördəklər haqqında danışmaq. Bir-iki abunətim bu haqda yazmışdı. Biri deyəsən Aytən xanımı idi, səhv etmirəmsə Aysel Aytən, yadımda deyil. Və bir dənə də başqa abunətim yazmışdı bu haqda. Yazmışdılar ki, bizim ördəklər tütləşirlər, daha doğrusu onlar nə vaxt yumurtlayacaqdır. O haqda istədim məlumat verəm ki, ördək tütləşdisə nə vaxt yumurtlayacaqdır və yaxud yumurtlayacaqmı? Deməli, əziz izləyicilər, bilirsiniz ki, ördəklər, lal ördək ev şəraitində saxlayanda lal ördək və səsli ördək olur da. İndi təbii ki, ördək növləri çoxdur, cürbəcür. İndi söhbət laldan şeydən gedir, səsli ördəklərdən gedir. Biz evdə ən çox o ördəklərdən saxlayırıq, lal və səsli. Deməli, əziz izləyicilər, lal ördək yumurtadan çıxdı. Siz ona əgər yaxşı baxsaz, dayanmadan imişli yemi versəz, o şəkərli yemdən 6 ay, 7 ay, onlar 6-7 ayında, yəni balaca vaxtı verirsiniz, 1 ayına, 2 ayına kimi belə xırdasından bir nömrədən sonra 2 nömrəyə keçsiz, granulasını verirsiniz və bütün gündə qabaqlarında olur, yeyirlər. Onlar 6-7 ayından sonra üzərinə baxacaqsınız ki, böyük erkək kimidir, dişi kimidir və o vitaminli yemi yeməkdən də başlayacaqdır yumurtlamağa. Ancaq ki, şey olmayanda, yəni adi yemlə verəndə o 8-9 ayını keçəndən sonra, o hətta elə olur ki, 10-11 ayını, yəni baxmağınızdan asılıdır. Keçəndən sonra başlayır yumurta verməyə. Həmçinin də səsli ördəkdir. Yaxşı baxanda 6 ayından sonra başlayar yumurta verməyə. Yəni böyük ördək olur. Səsli ördək 2 ayında böyük ördək olur, kəsiləsi. Üzünə baxsan elə bir ki, anadır, atadır da, yəni böyük. Ancaq lallar biraz şey olur, da gec yekəlir, amma çox ət verir. Yəni səsli ördək isə 6-7 ayını keçəndən sonra yumurta verə bilər. İndi sözü əziz izləyicilər nəyə gətirmək istəyirəm? Abunəçəm yazır ki, ördəklərimiz tütləşir. Düzdür, indi mən bilmədim ki, laldır ya səsli ördəkdir və yaxud bu iki balalardır. Ancaq yəni demək istəyirəm ki, tütləşə bilərlər. Misal üçün, belə deyək də, səsli ördəkdir. İndi o səsli ördəkdir, tütləşirsə o neçə aylıqdır ki, yəni onu dəqiqləşdirmək lazımdır da. Yəni 6 ayından zatdan sonra onlar başlayır yumurtlamağa. Ona görə də indi yəni onlar əgər çıxıblarsa martda, aprel, may, iyul, avqust, hələ 4 aylıq, 5 aylıqdır da, yəni ən tez çıxanını deyirəm, yəni və yaxud yanvarda, fevralda çıxan 6 aylıqdır. İndi ola bilir ki, yaxşı baxıbsınız, inkişaf yaxşı gedibdir və belə deyək də qızışma var. Çünki cücələrə də bir də görsən xoruzlar, fərələr şey olur, geç 6 ayından, 5 ay yarımdan, 6 ayından sonra yumurtlar, amma xoruzlar 3 ayından, 4 ayından sonra başlayırlar tütləşməyə. İndi bu ördəkdə də elə tütləşirlər və tütləşmə odur ki, misal üçün onlar əgər 3 aylıq, 4 aylıqdırsa, indi erkəklər tez inkişaf eləyir də, tütləşirlərsə, amma fərələr hələ elə inkişaf eləmir, toyuq düzəsi kimi. Ona görə o demək deyil ki, tütləşirlərsə bir həftəyə, 10 günə, bir aya yumurtlayacaqdır. Fərələrin ayına baxın. 6 ayını keçibdirmi? 6 ayını keçəndən sonra və siz də yaxşı baxıbsınızsa, yemli zadı yaxşı veribsə, laldır, səslidir, onlar yumurtaya bilərlər. Yox, 4 aylıqdırsa, 3 ay yarımdırsa, nə bilim 4 ay yarımdırsa, onlar təbii ki, tütləşsələr də o erkəklər şey olduğundandır da, yəni tez o toyuq düzəsində də xoruzlar tez tütləşib də görürsünüz, evdə saxlayırsınız. Fərələr hələ fərə kimidir, cücə kimidir, yəni pipi zadı düzəməli çıxıb, amma xoruzlar tez böyüyübdür, pipi zadı çıxıb, gedib yumurtlayan toyuqlarla tütləşir eləyir. Bax, bunun da erkəyi elə. Ona görə sözü nəyə gətirməksən, o tütləşmək elə belə şey ola bilər. Əsas fərənin şeydir, yəni toyuq düzəsində balaca olur, bilinir. Erkək şeydə hələ ki yetişmə. Bax, ördək tez yekəlir deyə söhbət səsli ördəkdən gedir. Lalda da belə seçilir də, yəni hələ şey olmamış, yəni ana olmamağı zadı da, yəni bala 3 aylıq, 4 aylıqdırsa erkəkləri tez inkişaf eləyə bilər. Lalda da elə tez inkişaf edir, o səsli də ola bilər. Ancaq
Ancaq səsli ördəyin fərəsində bir görürsünüz ki, məsəl üçün böyük ördək kimi də 3 ayından 4 ayından sonra onlar böyük elə bil ki, böyük ana ördəkdirlər. Amma o demək deyil ki, onlar cütləşirsə və yumurtlayacaqdır. Sadəcə erkəkləri biraz tez inkişaf eləyir deyə şey olur. Yəni əsas odur ki, fərələr 6 ayını, 7 ayını keçəndən sonra siz bilməz o 6 ayını, 7 ayını keçibdimi, ondan sonra o belə deyim də yumurtlayacaqdır. Belə. Bugün də istədiyim bu haqda danışan məlumat verəm. Çünki abunəçilərim bir-ikisi yazmışdı bu haqda. Mən də istədim onların videosuna uyğun, ətraflı belə video çəkəm, paylaşam. Belə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV, Lal Ördəklər TV, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da artıq dərəcədə xahiş edərdim ki, like qoyun. Çünki baxıram, hər dəfə də deyirəm, çoxunuz baxırsınız, yenə də like qoymusunuz. Like qoyun ki, videolarımız kəşfiyyata düşsün. Və mən də həvəslə şey eləyim, belə videolar çəkim, paylaşım. Yoxsa baxıram ki, baxmısınız, elə mən də videolar elə çəkmirəm. Belə, sağ olun, salamat qalın əziz izləyicilər.